51 nömrəli test nümunəsi. Choose the correct variant. How can we finish boşluq work this week? We need boşluq people and boşluq time to do yenə boşluq və bizdən tələb olunur ki, boş qoyulmuş yerlərə müvafiq əvəzli formasını yazaq. Burada ilk növbədə diqqət yetirək. How can we finish work? Work sayılmayan isimdir. Ona görə o many və few təyinicilərlə işlənə bilməz. A və C variantları yanlışdır. Və diqqət etirsək, we need people and time dedikdə people sayılan isimdir və cəmdədir. Time isə sayılmayan isimdir və təkdədir. Bu halda biz görürük ki, B, D və Y variantlarında müvafiq cavablar uyğun gəlir. Few people, little time, a few people, a little time, a lot of people, some time. Sadəcə cümlənin mənasına diqqət yetirmək lazımdır və bundan əlavə sonuncu boşluq, yəni sonuncu əvəzliyə diqqət yetirək. Görürük ki, B və Y variantlarında əvəzlik them olaraq qeyd olunmuşdur. Amma diqqət etirsək cümlənin mənasından görəcəyik ki, biz cümlədə work sözündən, yəni işdən danışdığımız üçün iş sayılmayan isimdir və orada them cəm formada əvəzliyi seçmək olmaz. Ona görə doğru cavabımız D bəndi olacaqdır və cümləmiz bu şəkildə qurulacaq. How can we finish so much work this week? We need a few people and a little time to do it. Biz bu qədər çox işi bu həftə necə bitirə bilərik? Bizə bir neçə adam və bir qədər vaxt lazımdır ki, onu edək.